Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkətuhu. Yaxında şahidi olduğum bir maraqlı hadisəni və təəccüblü bir əhvalatı sizə danışmaq istəyirəm və doğrudan da halımız nə qədər qəribədir, nə qədər təəccüblüdür. Bu yaxınlarda bir yaşlı qadının cənazəsində idik, dəfn mərasimində idik. Demək, meyidi qəbrə salanda orada ağsaqqal dedi ki, insanlara məhrəmləri yaxınlaşsın. Məhrəmləri yaxınlaşsın, meyidi qəbrə indirmək üçün. Və ondan sonra dedilər ki, üstünə gətirin, parça tutun. Və sonra cənazənin üzərinə parça tutular ki, görsənməsin. Bunlar əslində şəriətdən olan şeylərdir. Sadəcə insanlar bunu dirikən tətbiq eləməkləri daha vacib olduğu halda ölüykən tətbiq eləyirlər. Və şəriətimiz qadını kişidən daha artıq parçaya bükməyə əmr eləyir. Bəli, meyidi cənazəni qəbrə qadının yaxınları, məhrəmləri indirməlidir. Üstünə bəzən parça tuturlar ki, görsənə beləməsin, birindən açılar, görsənə eləyər. Bu ölü və yaşlı qadındır. Əgər biz ölü və yaşlı qadını belə qoruyuruqsa ki, onun bədəni görsənməsin, ona naməhrəmlər toxunmasın, bəs yaxşı dirikən, cavan ikən, bəzəkli bir formada bunu niyə görə cəmiyyətdə belə gəzməyinə icazə veririk ki? Əgər biz qadınımızı qısqanırıqsa, ölü vaxtı, yaşlı vaxtı, bunu cavan ikən niyə qısqanmırıq ki? Bəs Allah Teala hicabı ona görə əmr eləyib də, qadınlar qorunsun, məhrəmlərinə aid olsun yalnız. Allah Teala buyurur ki, Yə əyyuhən nəbiyyü, qul li əzvacikə və bənatikə və nisəil mü'mininə ən yudninə aleyhinnə min cələbibihinnə. Zəlikə ədnə ən yu'rafnə fələ yu'zeyn və kənəllahu qafuran rahimə. Ey Peyğəmbər, qızlarına, zövcələrinə və möminlərin zövcələrinə de ki, cələbiyələrin üstlərini örtsünlər, sinələrinə, bədənlərinə örtsünlər, özlərini örtsünlər, bağlasınlar. Bu onların tanınmaması və əziyyət verilməmələri üçün daha yaxşıdır. Həqiqətən də Allah keçmişdə olanları bağışlayır. Yəni keçmişdə bu şeylərə riayət eləmədiklərinə görə Allah onları bağışlayır. Lakin bugündən sonra belə eləməlidirlər. Və bu qiyamətə qədər özünə müsəlman deyən, Peyğəmbər ümməti deyən hər bir kəsə vacibdir. Əgər deyirsən ki, mən Peyğəmbər ümmətiyəm, Peyğəmbərə də Allah təala deyir ki, möminlərə, deyir ki, zövcələrinə desin, bağlansınlar. Ən birincə deyir, qızlarına, həyat yoldaşlarına. Və doğrudan da halımız qəribədir. Ölü üçün tətbiq edirik, diri üçün elə bilir. Necə ki, başqa həkamlarda olduğu kimi. Düzün Allah bilir, Allah Subhanahu taala bizləri islah eləsin.